Salam dostlar, hamınızı xoş gördük. Bu gün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dili dərsliyindən səhifə 6 və 7-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndinizsə bəyən düyməsinə basmağı unutmayın. Gəlin başlayaq. Birinci bölməmizin adı fərd və toplumdur. Verilmiş ifadələrdən istifadə etməklə yay tətiliniz haqqında danışın. Oyun və əyləncələr, maraqlı hadisələr, yeni dostlar, oxuduğun kitablar. Bu sizə verilib, yəni nə etmisiniz, onun haqqında danışa bilərsiniz. B-də deyir ki, qruplarla iş. Şəkilləri baxın, verilmiş başlıqlara uyğun mətn qrup təqdimat edin. Birinci qrupda nədir? Biz mehriban dostlarıq. Başlığı budur. Və voleybol oynayırlar. Buna əsasən eləyək. Deyək ki, tutaq ki, şəkildə voleybol yarışması təsvir olunub. Oyun idman meydançasındadır. Hər komandada 6 oyunçu var. Komandada qızlar da, oğlanlar da iştirak edirlər. Sağdakı komandanın üzvləri mavi, soldakı komandanın üzvləri sarı köynək geymişlər. Uşaqlar həvəslə oynayırlar. Bu ola bilər və digərlərini siz də bunun əsasında bunun kimi eləyə bilərsiniz. Keçək mətnimizə. Körpə nəğmənin nağılı. Günlərin bir günü bəstəkar xoşbəxtlik haqqında bir nəğmə bəstələdi. Son akkordları vuran kimi nəğmə özünə yuva axtarmaq üçün pəncərədən çölə uçdu. Günəşi çölü çəməni seyr edib düşündü. Dünya necə də gözəldir. Bu vaxt havada gəzib dolaşan köhnə nəğməyə rast gəldi. Ondan soruşdu, sən harda yaşayırsan? Qocaman nəğmə gülümsədi. Bizim evimiz xeyirxah insanların qəlbindədir. Bu sözləri deyib gözdən etdi. Birdən part səsi eşidildi. Bu səs körpə nəğməyə tanış deyildi. Musiqi notalarından fərqli olaraq kobud və qorxunc idi. Keçək digər hissəsinə, həm də səhifə 7-yə. Ardı budur. Heyf ki, ceylan əti yeyə bilmədik, deyə ovçu hisslə tüfəngi yerə atdı. Kolların arasından balaca bir ceyran gizlənmişdi. Nəğmə ceyranı yaxınlaşıb qulağına pıçıldayıb boynunu oxşadı. Ceyran cürətləndi. Gizləndiyi yerdən çıxıb qaçdı. Körpə nəğmə şəhərə yollandı. Deyərsən şəhər buradır. Nəğmə şəhərə çatanda dondurma növbəsində dayanan uşaqları gördü. Bir qız kənarda dayanıb ağlanırdı. Ağlayırdı. Dondurma növbəsində duran oğlan ona yaxınlaşdı. Niyə ağlayırsan? Çörək almalıyam, amma pulumu itirmişəm. Al bu pulu, çörək alarsan. Bəs sən dondurmanı necə alacaqsan? Eybi yoxdur. Bugün dondurma yemərəm. Çox sağ ol. Ünvanını söylə, sabah pulunu qaytararam. Ünvanımı deyərəm, amma pulu qaytarmasan da olar. Bax, o sarı binanın 164-cü mənzilində yaşayıram. Adım isə Anardır. Gecə düşünəndə nəğmə oğlanın yaşadığı binaya sarı uçdu. Yaddaşında yalnız 1, 4 və 6-cı notalar qalmışdı. O, do, fa, liya oxuyaraq 146-cı nömrəli mənzili tapdı. Məşəddəki həmin ovçu çarpayda uzanıb xoruldayırdı. Nəğmə, vay, həmin qəddar adam deyib cəld evi tərk getdi. Görünür, notaların yerini səhv yazmışam, deyə düşündü. O notaların yerini dəyişdi. Bu dəfə do, ля, fa oxuyaraq 164-cü mənzilə gəldi. Həyətdə rastlaşdığı xeyirxah oğlan yorğanı bürünüb yatırdı. Onun üzündə xoş bir təbəssüm var idi. Elə bil bu gün doyunca dondurma yemişdi. Nəğmə sevinə-sevinə onun qəlbinə girdi, rahatca uzandı və yuxuya getdi.
O yaşayacağı yeri artıq tapmışdı. Zahid Xəlil. Aha, keçək tapşırıq C-yə. Mətnə əsasən hadisələrin ardıcıllığını müəyyən edin. 1. Nəğmə şəhərə gəlir. 2. Körpə nəğmə anarı tapıb, axtarıb tapır. 3. Ovçu ceyran vurmaq istəyir. 4. Anar dondurma pulunu qıza verir. 5. Körpə nəğmə özünə yuva axtarmağa başlayır. Aha. Deməli, burada nədir? Müəyyən eləyəcək ardıcıllığı. 5-ci bəncə birincidir. Çünki körpə nəğmə özünə yuva axtar. Bu birincidə oldu. Sonra sonra 3-dür. Ovçu ceyran vurmaq istəyir. Sonra nəğmə şəhərə gəlir. Sonra anar dondurma pulunu qıza verir. Sonra da 2, yəni körpə nəğmə anarı axtarıb tapır. Aha, C. Nəyə görə körpə nəğmə do, la, fa oxuyanda mənzil tapdı? Aha, niyə? Niyə? Deməli, o sualın cavabını verək. Burada 164 dedi də. Aha. Birinci notlar sayaq birinci. Do, re, mi, fa, sol, la, si. Aha, do neçənci not oldu? Birinci. La neçə oldu? Altıncı. Fa neçə oldu? Dördüncü. Aha, deməli buna görə də o belə mənzili tapdı. D. Nə üçün nəğmə ovçunun deyil, oğlanın qəlbində yuva qurdu? Çünki o dedi ki, biz insanların qəlbində... Bir dəqiqə. D. Nə üçün mənzili? D. Nə üçün nəğmə ovçunun deyil, oğlanın qəlbində yuva qurdu? Köhnə nəğmənin dediyi kimi, nəğmələr qəddar insanların deyil, mərhəmətli insanların, xeyirxah insanların qəlbində yuva qurar. Ona görə də o oğlanın qəlbində yuva qurdu. Sizcə oğlan yatarkən nə üçün üzündə xoş təbəssüm var idi? Çünki o yaxşılıq elədiyi üçün sevinirdi. Körpə nəğməni eşitdiyiniz hansı nəğməyə bənzədərdiniz? O nəğməni ifa edin. Bu laylay nəğməsi ola bilər, çünki o da körpədir və körpədə yatanda bu mahnını oxuyurlar. Aha, belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməyə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik!